Masallı rayon Nərkivan qəsəbəsində yerləşən Qrand restoranında sözləri tanınmış şair, iqtisad elmlər doktoru Rəsmiyə Sabirə, musiqisi Pərviz Ağayev, Miriş Hüseynov və aranjmanı Yaqub Qurbanova məxsus Ərkivan mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib. Tanınmış müğənni Miriş Hüseynovun ifa etdiyi mahnıya çəkilən klipin nümayişi alqışlarla qarşılanıb. Çıxış edən layihə rəhbəri, baş prodüser Cəfər Cəfərov, tərəqqi medallı mədəniyyət işçisi Vəkil İsmailov, Lənkəran Astara Regional Gənclər və İdman İdarəsi Masallı sektorunun müdiri Sabiq Cahangirov, iş adamları Sucayət Qasımov və İntiqam Məmmədov klipdə Ərkivan tarixinin, mədəniyyətinin, idmanının və füsunkar təbiətinin əks edildiyini, gözəl sözlərlə musiqinin ahəng yaratdığını bildiriblər. Gənc gitara ifaçısı İskəndər Nuriyevin təbrik ifasından sonra Ərkivan mahnısının həm bəstəçisi, müğənni Miriş Hüseynov Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən diplomla mükafatlandırılıb. Qəsəbənin sosial rifah halının yaxşılaşdırılması, idman, təhsil və mədəniyyət sahələrinin inkişafına göstərdiyi dəstəyə görə tədbirin fəxri qonağı, xeyriyyəçi iş adamı İntiqam Məmmədov da Xeyriyyə Cəmiyyəti tərəfindən təltif edilib. Qeyd edək ki, Masal Production istehsalı olan ekran əsəri Ərkivan Xeyriyyə Cəmiyyətinin sponsorluğu ilə ərsəyə gəlib. Elsəvər Əliyev, Faiq Mirzə, Asiya TV.